Salam əziz abituriyentlər. Bildiyiniz kimi, dövlət imtahanına qeydiyyatlar artıq başladı və may ayının 11-nə qədər davam edəcək. Hər kəs mütləq şəkildə qeydiyyatdan keçsin. Mən də bu videoda sizlərə necə qeydiyyatdan keçə bilərsiniz, qeydiyyatınızı necə edə bilərsiniz, bunu kömək etmək üçün çalışacağam. Deməli, qeydiyyatdan keçmək üçün ilk növbədə ödəniş etməliyik. 1+4 proqramı üçün 10 lari ödəniş etməliyik. Əlavə olaraq birinci kursa imtahan vermək istəyənlər varsa, hər fən üçün əlavə olaraq 10 lari yenə əlavə etməlisiniz. Ödənişlərimizi necə edirik? Sakartvelo Bankın ya mobil tətbiqindən, mobil yəni bankdan, ya da Sakartvelo Bankın terminallarından ödənişimizi edə bilərik. Ödəniş etdikdən sonra daxil oluruq online.nais.g saytına daxil oluruq və ilk pəncərəyə daxil oluruq burada. Burada gördüyünüz registrasiya bölməsinə daxil oluruq. Daha sonra qarşımıza belə bir panel çıxır. Burada PRAD nömrəmizi yazırıq bu şəkildə. Və aşağıya da bu şəkildə gördüyünüz kodun eynisini yazırsınız. Bu şəkildə kodu yazırsınız və tamam dedikdən sonra qarşınıza belə bir panel gəlir. Bu o deməkdir ki, siz ödənişinizi artıq edibsiniz. Yəni ödənişinizi etdikdən sonra belə bir panel qarşınıza çıxır. Buradan sonra yenə davam edirik və bu şəkildə yenə bir panel gəlir. Burada razıyam düyməsinə basırıq. Əgər Gürcüstan vətəndaşısınızsa bunu seçirsiniz. Yox, fərqli bir vətəndaşsınız, Gürcüstan oturma izniniz varsa bunu seçirsiniz. Biz Gürcüstan vətəndaşı olduğumuz üçün bunu seçirik və davam edirik. Daha sonra qarşınıza bu şəkildə bir panel açılır. Burada buraya telefon nömrəmizi yazırıq. Bu bölməyə əlavə şey lazım deyil. Dövlət kodunu yazmağa ehtiyac yoxdur. Yəni +99 yazmağa ehtiyac yoxdur. Sadəcə telefon nömrənizi yazırsınız. Buradan imtahan verəcəyimiz şəhəri seçirik. Yəni hansı şəhərdə imtahan vermək istəyirik. Biz Tbilisi seçirik bunu. Təbii Rustavi də seçə bilərsiniz, amma Rustaviyə böyük ehtimal düşməyəcək. Yenə 1+4 proqramı olaraq ona görə Tbilisi seçməyiniz məsləhətlidir. Bu bölmədə gördüyünüz hər hansı bir fiziki qüsurumuz varsa bunu not edirik. Yəni hər hansı bir fiziki qüsurumuz olduğu zaman burada qeyd edirik bunu. Daha sonra gəlirik buradan imtahan verəcəyimiz fənləri əlavə etmək üçün buraya daxil oluruq. Deməli, bizim nədir? Zoqali Unoravi Azərbaycan olar ENA. Bunu seçirik. Buradan tamam dedikdən sonra artıq bu fən bizə əlavə olunur. Əlavə olaraq birinci kursa qeydiyyat etmək istəyənlər buradan bir Kartvelo ENA-da literaturayı seçirik məcbur. İkinci ya Rus dilini ya da İngilis dilini seçirik. Yəni bu şəkildə və daha sonra üçüncü fən olaraq da seçdiyiniz ixtisas üzrə tarix, matematika, riyaziyyat, yəni biologiya, kimya, fizika bunlardan birini seçirsiniz. Yəni 3 fən şəklində. Təbii ki, bu Çunovada yazılıbdır. Hansı ixtisas üzrə, hansı fənləri seçməliyik. 1+4 proqramına imtahan verənlər sadəcə bunu seçsin. Əlavə olaraq dediyim kimi, birinci kursa imtahan vermək istəyənlər əlavə fənləri də əlavə edə bilərlər. Daha sonra gəlirik bura, universitet əlavə etməyə. Bunu sonradan da düzəliş edib əlavə edə bilərik. Nəticələrimiz açıqlandıqdan sonra əlavə edib düzəlişlər edə bilərik. Universitet əlavə etmək üçün buraya daxil oluruq. Burada gördüyünüz 3 dənə fərqli seçim var. Bu birinci kurslar üçündür. Bu isə 1+4 proqramında olan universitetləri seçənlər üçündür. Buradan seçirik. Gördüyünüz kimi universitetlərin siyahısı burada var. Burada məsələ kodla da yazıb axtarış edə bilərsiniz. Məsələn, mən Cavaşvelinin kodunu yazım. Bu şəkildə enter dediyim zaman gördüyünüz kimi Cavaşveli artıq gəldi buraya. Və bunu tamam dediyim zaman artıq gördüyünüz kimi burada əlavə olundu. Davam edərək bu şəkildə yenə əlavə olaraq da yenə başqa universitetlərdə əlavə edə bilərik. Bir də buna diqqət yetirin dediyim kimi, bax burada görürsünüz, Azərbaycan dilində olanı seçməliyik biz. Yəni digər dilləri yox, Azərbaycan dili, məsələn, İvan Cavaşvelinin Azərbaycan dilinə aid olanı seçirik. Bunları seçib əlavə etdikdən sonra ardıcıllıq düzəldə bilərik. Buradan bu şəkildə birinci, ikinci, üçüncü şəklində. Sonra
Artıq hər şey bitdikdən sonra tamam deyirik və artıq qeydiyyatımız hazırdır. Bu qədər. Hər kəsə uğurlar arzulayıram. Görüşərik.